Leysan olacaq, güclü külək əsəcək, hava kəskin dəyişir. Bakıda və Abşeron yarımadasında mayın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə mayın 3-dən 4-ünə keçən gecə isə yarımadanın bəzi yerlərində qısa müddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-15, gündüz 17-22 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 19-24 dərəcə, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.